Köhnələr. Deyirəm ki, son mənim 1-2 videolarım rus dilində oldu. Həmən bu videolar, yəni bir mənalı qarşılanmadı. Birincisi onu demək istəyirəm ki, həmən o videoların hesabına inandırım sizi nə qədər mənim yeni izləyicilərim çıxdı ortaya. Özü dünyanın hər bir yerindən. Əsasən Amerikadan, İsraildən, Almaniyadan, digər Avropa ölkələrindən, hələ həmən Rusiyadan. Yəni ki, bilirsiniz, maşallah olsun, yəni ki, əsasən də çoxu qoşuldular mənim Instagram səhifəmə. Çünki mən artıq, yəni burada da bir neçə dəfə demişəm, bir dəfə də demək istəyirəm ki, bundan sonra, yəni ki, ətraflı, belə detallı, belə duzlu videolar Instagramda olacaq. Çünki bu platforma TikTok bəli, belə yəni məşhur platformadır, filandır, beşməkandır. Amma ki, o Instagram, məsələn, mənim fikrimcə daha biraz yüksək, yəni ki, etapda olan bir, yəni yüksəklikdə bir olan bir sosial şəbəkədir. Ona görə sizdən birincisi hamınızdan xahiş eləmək istəyirəm ki, mənim Instagram səhifəmə abunə olasınız. Yəni takip atasınız, nə bilim, izləyici olasınız, necə deyirlər onu bilmirəm, daha necə deyim sizə. Odur ki, qaldı rus dili məsələsinə, gəlin belə danışaq da, Azərbaycan çox millətli bir ölkədir. Bizim ölkəmizdə çox saylı ruslar da yaşayır, gürcülər də yaşayır, kiçik millətlər də var, məsələn, avarlar var, saxurlar var, ləzgilər var, ucinlər var, yəni çoxdular. Yəni Azərbaycan həmişə oyunla məşğul olub ki, biz çox tolerant olmuşuq, yəni hamı ilə sülhdə yaşamışıq. Bizdə Azərbaycanda çox saylı qarışıq, məsələn, nigahlar var. Hələ biri də mən, məsələn, mənim də məsələn yoldaşım yarı Slavyan millətinə məxsus olandır, başa düşürsünüz. Çox saylı yahudilərimiz var bizim, yahudilərimiz bizim əməlli başlı, yəni elə yahudilərdir ki, dünyada tanınmışdılar da. Yəni çox saylı bu dəqiqə dünyada məşhur olan yahudilər, imkanlı adamlar, nə bilim, xeyirxah adamlar, hansı ki, özlərindən sonra iz qoyublar, nə bilim, adlarını tarixə yazıblar, onların hələ bir qismi məhz Azərbaycandan çıxandılar. Həmçində bunu nəzərə almaq lazımdır ki, hələ bu yahudilərdən biz danışırıqsa, bunların, yəni, nəticələri var. Yəni, bunların davamçıları var, hansı ki, artıq köçüblər, başqa ölkələrdə yaşayırlar və ola bilər ki, məsələn, 2-ci, 3-cü nəsildə bunlar artıq Azərbaycan dilini bilmirlər. Amma qəlbən, yəni, bunlar yahudi millət olsalar da, onlar elə bizim kimidirlər. Yəni, əsilləri buradandılar, çoxları Bakıdandılar, sonra Qubadandılar, nə bilim, İsmaillıdandılar. Ona görə, məsələn, bir də görürsünüz ki, mən çalışıram, yəni, tez-tez rus dilli hansısa bir video çarxlar çəkim, neysə danışım bizim şəhərimizin haqqında, bizim vaxtı ikən dastoyun adamlarımız haqqında ki, onlar da bunu izləyə bilsinlər, ki, onlar da bundan sizin kimi həzz ala bilsinlər. Yəni, sizin xatirələriniz var, deyəm, onların xatirələri yoxdur. Yəni, bax, ona görə, yəni ki, nəzərə alın ki, kimsə ümumiyyətlə, nəinki mən, yəni, xarici dil bilmək, bu bir baş ucalığıdır. Yəni, nə qədər insan çox dil bilsə, o qədər onun başının ucalığıdır. Hər şeydə qoyaq bir qırağa, əsas baxı tənqidçilərə mən demək istəyirəm də. Onu biləsiniz ki, Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi var. Orada göstərilir ki, baxmayaraq ki, dövlət dili, məsələn, Azərbaycan dili olarkən, hər bir Azərbaycanlının hər hansı bir dildə danışmağa, fikirlərini ifadə etməyə, yazmağa hüququ var. Başa düşdünüz? Yəni, belə sərt şəkildə, tənqid şəkildə siz buna kiməsə deyirsinizsə, bunu deməkdən qabaq biraz fikirləşin. İkinci məsələ bir də göz mənə irad tuturlar ki, tutaq ki, mən niyə bir neçə dəfə hansısa bir çəkilişlər aparmışam, bir önəmli insanlar haqqında söhbət açmışam, onların haqqında danışmışam və onlar məhz yahudi millətinə aiddirlər. Buna mən sizə belə cavab verim də. Bilirsinizmi? Bax, biz bu dəqiqə analiz eləsək, 80-ləri, 90-ları biz nə görəcəyik? Biz görəcəyik ki, o vaxtın, yəni Azərbaycanda dəhşət dərəcəli varlı insanları məhz yahudilər olub da, yəni əsasən. Ümumiyyətlə, Azərbaycan vaxtı ikən, yəni kölgəli milyonerlər deyirlər də buna, ya da kölgədə olan milyonerlər diyarı olub. Başa düşürsünüz? Yəni, Sovet dövründə indi müəyyən bir kriminalitet var idi də.
Bax, məsələn, o kriminalitetdə həmişə deyirdilər ki, Rostov, Papa, Odessa, Mama. Yəni ki, ümumiyyətlə iki dənə keçmiş Sovet İttifaqının şəhərlərinə o kriminal aləmdə xüsusi bir rol verilirdi. Amma burada Bakının da adı var idi. Başa düşürsünüz? Yəni Bakı həmişə çox sayılı kölgədə olan milyonerlərin o vaxt üçün, o zaman üçün onlar həm də tsixaviklər adlanırdılar, bir məskəni olub. Yəni onu da mən sizə qeyd etmək istəyirəm ki, onların bir qismi məhz yəni yəhudilər olublar. Hansının ki kökü gedir çıxır məsələn Quba rayonunun Krasnoslabada kəndinə, yaxud gedir çıxır İsmayılının bir neçə kəndinə, hardan ki kompakt şəkildə məhz milli azlıqlar yaşayıblar da və hal-hazırda dünyada, yəni ki dünya miqyasında çox belə tanınmış varlı insanların yəni ki kapitalının belə deyək də mənbəsi, startı haçansı Azərbaycandan başlayıb. Yəni bunların kökü burdandır. Başa düşürsünüz? Ona görə yəni ki bunu nəzərə almaq lazımdır ki, bunlar nə cür insanlardır, hardan bunların kökü gəlir çıxır və hara çıxıb gedir. Başa düşdünüz? Üçüncü məsələ, yəni xeyirxahlıq barəsində. Nə üçün? Yenə də mən qayıdıram məsələyə ki, məhz mən bunların haqqında yəni danışmışam da. Gəlin bax, hələ yenə fırlanaq 80-lərə, 90-lara, gəlin özümüz üçün araşdıraq, görək bax. Məsələn, bax, nümunə kimi götürək həmən o Mişa Karandaşı, onun haqqında mən bir video paylaşım etmişdim də. Uzun video paylaşımı idi, çox rezonanslı oldu, çox sayılı adamlar ona baxdı. Hətta 14 dəqiqə, yəni ki, mən orada dayanmadan danışdım. Ümumiyyətlə, mən videolarımda gördüyünüz kimi hazırlıqsız danışıram. Yəni ki, birləşdirmirəm kadrları, birbaşa da yəni sinə dəftər söhbəti. O çox xeyirxah adam olub Mişa Karandaş. Təsəvvür eləyin ki, bu adam o xeyirxahlığını, yəni ki, tək öz Yahudi millətinə etməyib. Yəni onun həmən o xeyirxahlığından bəhrələnənlər çoxdur. Yəni həmən o kommentariyaları oxusunuz, o videonun altında siz onun canlı şahidi ola bilərsiniz. Yəni bu hələ ancaq hələ 90-cı ildə Azərbaycanı tərk edəndə İsrailə emiqrasiya edən zaman özü ilə 200 ailə aparıb. Bu 200 ailənin içində Azərbaycanlı ailələr də var idi. Məsələn, çox Azərbaycanlılara ümumiyyətlə bir dəfəlik maddi yardımla kömək eləyib. Çox sayılı Azərbaycanlıların xeyir işlərini təşkil edib, şər işlərini təşkil edib. Ona görə yəni bu adam haqqında məsələn danışmağı mən şəxsən özümə borc bilmişdim. Gəlin indi biraz da qurdalayaq, baxaq görək var. Yəni ki, bax kimsə əgər bizimkilərin arasındandır, yəni demək istəyirəm ki, tutaq ki, milliyyətçi Azərbaycanlı olsun. Çox azdır axı. Bir dənə Aydın müəllim var idi, düzdür? Məsələn, Aydın müəllim də mecenat olub, bizdə Bakıda o Rus icması üçün kilsə tikib, bildiyimə görə çox adamlara xeyirxahlıq eləyib, çox adamlara çörək verib, o da ki 90-lara. Bu da yəni 80-lər, 90-lardan söhbət gedir də. Başa düşürsünüz? Yəni çox azdır belə adamlar. Ona görə belə adamlar haqqında danışmaq lazımdır ki, yəni qoy gənclər onların haqqında məlumatlı olsunlar. Əgər mən yenə deyirəm, varsa, bax, indiki bizim aramızda, baxaq görək, nə qədər varlı adamlarımız var, nə qədər milyarderlərimiz var. Vilayətlər keçirdiblər əllərinə. Hər rayon demək olar ki, kiminsə birinin şaxlığıdır da, ərazisidir. Baxın, görün, kiməsə bir xeyirxahlıq eləyirlər bunlar. Yəni, kiməsə bir yaxşılıq mı eləyirlər, söhbət təmənnasız yaxşılıqdan gedir. Yəni, iş yeri açmaq filan beşməkan, mən bunun bir xeyirxahlıq kimi saymıram. Bəli, bu Azərbaycanın yəni iqtisadiyyatı üçün düzgün bir addımdır, lazımlı bir şeydir. Amma mən danışıram ki, şəxsi öz vəsaitinə tanımadığı adamlara, nə bilim, ya tanıdığı adamlara, ya çerez kömək eləsinlər, həyatını düzəltsinlər onların. Başa düşürsünüz? Elə bir yeni həyatına start versinlər. Var belə adamlar. Varsa, mən sizdən çox xahiş edirəm. Deyin mənə onlar kimlərdir, məlumat ötürün mənə. Mən də bu barədə canla, başla danışım. Bir də vurğulamaq istəyirəm ki, sizdən çox xahiş edirəm ki, hamınız keçəsiniz Instagramla, YouTube'a. Çünki indi açıq deyim sizə də, mən də indi bu qədər zəhmət çəkirəm, düz deyim. Mən indi özünüz görürsünüz ki, efirə çıxmıram, sizdən deyəm, baxmıram ki, mənə nəsə padarka göndərəsiniz, nə edirsən. Mən də bir insanam, başa düşürsünüz. Əgər yəni ki, bu belə alınıbsa artıq mən də bir zəhmət çəkirəm, gedirəm, haradasa çəkiliş eləyirəm, benzin yandırıram. Bu Instagramla, YouTube'da, yəni sizin mənim videolarımın baxışa görə onlar mənə müəyyən bir məbləğ ödəyirlər.
Yəni məsələ budur. Amma bu TikTokda isə bu yoxdur. Yəni xahiş edirəm sizdən, dəstək olmaq istəyirsinizsə mənə, başa düşürsüz? Yəni mən əlbəttə ki, buna heç bir etiraz etmirəm. Bir dənə xahiş yəni budur ki, sadəcə mənim o biri akkauntlarıma, yəni akkauntdur, bir YouTube'dur, bir də Instagram abunə olasınız. Bu qədər qəlbdən qəlbə.